Gündüz aydın, işleriniz uğurlu olsun əziz izləyicilərim. Hamınızı bir daha salamlayıram, hər vaxtınız xeyir olsun. Quba rayonunda gedib Hiperstore'un qabağında, Hiperstore deyilən bir dükan var. Onun qarşısında həmişə maşın saxladığımız yerdə maşın saxlamışam. Və içəridə alış-veriş eləyib çıxmışam ki, mənə cərimə gəlib. Sonra da 20 manat olduğuna görə onu ödədim. Və sonra gəlib evdə bir baxıram. Eyni zamanda da həmən yerin gedib şəklini çəkdim. Orada hansız işarələr var. Deməli, orada işarə var. Dayanmaq, durmaq qadağandır. Altında isə yük maşını işarəsi. Yəni, o deməkdir ki, burada yük maşınlarının dayanması, durması qadağandır. Başqa heç bir işarə yoxdur. Və eyni zamanda da o işarə ancaq Mərkəzi Heydər Əliyev prospekti tərəfdən giriş hissəsində var. Hiperstore dükanının qarşısında. Orada yüzlərlə maşın saxlayır. Mən də saxlamışam. Və bu mənə maraqlı gəldi. Kaş ödəməyəydim. Maraqlı gəldi ki, necə olur bura mənə cərimə yazıblar. Bu haqq hüquq yoxdur axı, belə bir şey eləyə bilməz. Heç kim bu qədər qudurmayıb, yəni nəyinəsə güvənib. Oturub xəritədə də o görmək olur hansı yerə, harada yazılıb. Baxıram ki, cəzanı yazıblar küçənin o birisi tayında. Orada Birjanın arxası deyilən bir yer var Qubada. Həmən hissədə görək ki, maşın orada olub. Amma faktiki olaraq maşın orada olmayıb və tərslikdən də o protokolda o şəkillər var. Maşın qabağında olan qaz turbasıdır, qabağında olan divardır. Bunlar hamısı təsdiq edici faktlardır. İndi yəqin ki, həmin şəxsin rəhbərləri onu araşdıracaq bu faktı və böyük bir cəza gözləməlidir adamı. Yəni bu, bilmirəm, bu polis işçisi eləyib bunu, yoxsa parkinqə nəzarət eləyən olub. Çünki orada pullu parklanma da yoxdur. Amma gələn protokol bina nəbnə EQ belə protokoldur. Onun üçün mən Quba rayonu rəhbərliyindən xahiş edirəm. Rəhbərlik deyəndə ki, bu iş idarə üzrə, yəni polis idarəsinə aidsə polis idarəsi, nəqliyyata aidsə nəqliyyat rəhbərləri həmən protokolu tərtib edən şəxsi tapsınlar və onun haqqında ciddi ölçü götürsünlər. Çünki bu saxtakardır, bu alçaqlıqdır, bu yalandır. Və mən bu sözümün arxasında dururam. O adamın kişiliyi varsa məni versin məhkəməyə. Gedə o çəkdiyi şəkillərinə mən sübut edeyim ki, o harada şəkil çəkib. İndi mən videonun sonunda o protokolda atacağım bura nömrəsi ilə rəhbərliyi baxsın deyə həmən yerin o parkingin şəklini də atacağım ki, hansı şəkil orada dayanır. Yəni hansı işarə var. Bu işlər qutarandan sonra da o yoldaş, o kişidir, qadındır, bilmirəm, hər kimdirsə onu çəkən, gələr mən ona bir 20 manat verirəm. Gedər o 20 manatı öz üçün işdən sonraki vaxtda, xidmətdən kənar vaxtda yaylıq alar, liftçik alar, nə istər alar. Əgər onun bu qədər ehtiyacı varsa bu pula. Və bütün yoldaşları, əgər kimsə orada cəza yazılıbsa, hamısını mən etirazını bildirməyə çağırıram. İstər gedib məhkəmə ilə getmək istəyən getsin, istər kütləvi informasiya vasitələrinə müraciət eləsin. Yəni, bu çaqqallıqdır, bu kişi hərəkəti deyil. Yəni, bu kişi bu hərəkəti eləməz. Və bu sözümün dalında da dururam mən. Qoy getsin o adam şikayət eləsin, versin mənim məhkəməyə görə tutub özünü onu basmaq lazım içəri görüm. Nə qədər vətəndaşa dövlətin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edib bu qədər şərəfsiz bir addım atıb. Yəni, səhv ola bilməz. Sən gəlib orada o şəklini çəkirsən, 3 yerdən şəkil çəkirsən, protokol tərtib edirsən, bu deməli yalan ola bilməz. Yəni, sən bu bilə-bilə eləmirsən, səhvən eləyə bilməzsən. Qəsdən eləmirsən. Sən bilirsən, sənin qabağında kimlər var, orada kimlər maşın saxlayır. Olsun adi vətəndaş, olsun fəhlə baba, səhərdən axşamacan zəhmət çəkib 20 manat pul qazanan kişi. Adam pul da kişi kimi qazanır, kişi. Mən 2 müharibə keçmiş adamam. Mənim tabeçimdə olan adamlardan milli qəhrəmanlar var. Nə bilim, dərs dediyim adamlardan Polad Əşimov kimi Respublikanın fəxri olan insanlar var. Yüzlərlə ali mərtəbəyə ucalmış şəhidlərimiz var. Zabitlər, gizirlər, maxələr, əskərlər. Sən şərəfin var, sən nəyə gəlib mənə sataşsan, ki? Hə? Nə demək istəyirsiniz siz? Mən xahiş edirəm, o adam kimsə bilmirəm, o bina yazıbsa, orada protokolun altında nə yazıb. Binadırsa, nə bilim, polis əməkdaşıdırsa, hər kimdirsə, o adam haqqında ciddi tədbir görülsün. O adam həmən işdən dərhal uzaqlaşdırılsın, araşdırma aparılan kimi nəticəsinə uyğun olaraq və rədd edilsin. Dövlət işində belə adamlar işləməməlidir.
dövlət işində hər dəfə ölkə başçısını, Cənab Ali Baş Komandan vurğuladığı kimi şərəfli, ləyaqətli insanlar işləməlidir. Və belə faktlara qarşı da mən bütün vətəndaşlara duyarlı olmağa çağırıram. Heç vaxt belə şeyi bağışlamaq olmaz. O 20 manat heç bir şey deyil. Deyirəm də, gələr verirəm ona 20 manat, işdən sonraki bir vaxtda istəyər gedər yaylıq alar özünə, istəyər gedər liftik alar, istəyər gedər nə alar. Özü bilər nə alar. Burada heç bir təhqir edici söz də işlətmək istəyirəm. Sadəcə deyirəm, səni 3 nöqtə, sən mənim əlimə keçərdin, mən sənə öz yerimi göstərərdim. Oldu, təşəkkür edirəm.